20 yanvar tariximizin qəhrəmanlıq səhifəsidir. Öz azadlığı uğrunda xalqımız çox ağır, əzablı mübarizə yolu keçdi. Böyük faciələrlə üzləşdi. Günahsız qurbanlar verildi. 20 yanvar faciəsi xalqımızın qan yaddaşı. ...1990-cı il 20 yanvar faciəsi də o dövrdə kütləvi qırğın günü kimi tarixə düşdü. Həmin qanlı hadisədən 27 il keçməsinə baxmayaraq, bugün ölkəmizin hər yerində əbədi yaşar ömür qazanmış 20 yanvar şəhidlərinə həsr olunan tədbirlər keçirilir. Xırdalan şəhərində yerləşən şəhidlər abidəsi önündə vətən uğrunda canlarından keçmiş igid oğullarımızın əziz xatirəsi minlərlə Abşeronlu tərəfindən də dərin hüznlə anıldı. Mərasimdə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon icra hakimiyyəti başçısının müavinləri, hüquq mühafizə orqanlarının, icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər və müəllimlər iştirak etdilər. Əvvəlcə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova şəhidlərinin adına ucaldıran abidə önünə gül dəstələri qoydu. Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhuna hörmət və ehtiramını bildirdi. Daha sonra şəhidlərin ruhu bir dəqiqə sükutla anıldı. Tədbirdə çıxış edənlər 20 yanvar faciəsinin baş verməsi səbəbləri ilə bağlı ətraflı məlumat verdilər. Bildirildi ki, bu faciə Azərbaycanın ərazi bütövlüyünün birbaşa pozulması cəhdi idi. Həmin gün keçmiş SSR rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə qarşı etiraz etmək üçün küçələrə çıxmış əhaliyə divan tutuldu. Bu hadisədən sonra Azərbaycan xalqı SSR-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünə və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına inamını birdəfəlik itirdi. Vurğulandı ki, Ulu Öndər Heydər Əliyev faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, qanlı 20 yanvar qırğını törədənləri pisləyən kəskin bəyanatlarla çıxış etdi. Yalnız Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 yanvar hadisəsinə siyasi, hüquqi qiymət verildi. Mənimlə bu fələyin bilməm iddiası nədir? Vuruldu qəlbimə 100 min qəmi cəfası nədir? Mərasim rayon ictimaiyyətinin nümayəndələrinin şəhidlər abidə kompleksi önünə tərs şəhərlər düzməsi ilə davam etdirildi. Vətənimizin, onun ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV.